Hindistanın Kəşmirdə 26 nəfərin həyatına son qoyan hücumdan 30 dəqiqə sonra Pakistanı terror aktı ilə ittiham etməsi ciddi suallar yaradır. Çünki bu qədər qısa müddətdə belə mürəkkəb hadisəni araşdırıb nəticəyə gəlmək mümkün deyil. Bu, bir daha Hindistanın qərəzli yanaşmasını, gərginliyi artırmaq istədiyini göstərir. Pakistanın Xarici İşlər Naziri İshaq Dar deyib ki, Dehlinin ölkəsini ittiham etməsi beynəlxalq aləmin diqqətini yayındırmaq məqsədi daşıyır. Təəssüf ki, Hindistan dar siyasi məqsədləri üçün dezinformasiya strategiyasının bir hissəsi olaraq əsassız ittiham və iddialardan silah kimi istifadə edir. Bu hərəkətini dayandırmır. Biz müstəqil və şəffaf araşdırmanın neytral müstəntiqlər tərəfindən aparılmasını tələb edirik. Pakistan iqtisadiyyatının sabitləşdiyi və terrorizmlə mübarizədə mühüm irəliləyişlərin olduğu bir vaxtda Hindistanın bu vəziyyəti qəfil niyə yaratdığı və arxasında hansı motivasiyanın dayandığı sualını verməliyik. Hindistan Pakistanı bu insidentlə əlaqələndirmək üçün beynəlxalq ictimaiyyətə heç bir dəlil təqdim edə bilməyib. Həmçinin Dehli İslamabadın beynəlxalq araşdırma tələblərinə müsbət cavab verməyib. Hindistanın Pakistanı günahlandırması ilk hal deyil, amma son aqressivlik daha çox narahatlıq doğurur. Hindistanın əsassız iddiaları Modi administrasiyasının Pakistanı hədəf aldığını göstərir. Dehli insanları manipulyasiya etməyə çalışır. Bu terror aktında Pakistanın günahlandırılmasında Modinin əli var. Dehli niyə bizə qarşı terror aktları törədir? Çünki onlar Kəşmirin azadlığına qarşıdırlar. Son hadisədən də gördük ki, Hindistan regionda sabitliyi pozan addımlar atır. Ekspertlər deyirlər ki, Pakistanda terroru dəstəkləyən Hindistan hökumətidir. Hindistan uzun müddətdir ki, daxili siyasi və təhlükəsizlik uğursuzluqlarını gizlətmək üçün terrordan istifadə edir. Bu təhlükəli siyasət İslamofobiyanı təbliğ etmək üçün də istifadə olunur. Hindistanın işğal olunmuş Cammu və Kəşmirdə 700 mindən çox əskəri var və onlar həmin ərazilərdə əhalinin yaşamaq hüququnu pozur. Pakistan bu hücumun müəllifi olmadığını bəyan edib. Vəziyyət təhlükəlidir, çünki hər iki ölkə nüvə silahına malikdir. Hər iki ölkənin regionda 2 milyard əhalisi var. Tərəflər diplomatiya yolu ilə razılaşmalıdırlar. İki ölkə arasında yaranan gərginliyin ən təhlükəli nəticələrindən biri də odur ki, Hindistan hökuməti 10 illiklər boyu davam edən Hind-Su müqaviləsini birtərəfli və qeyri-qanuni olaraq pozub. Halbuki müqavilədə belə bir müddəa yoxdur. Pakistan xalqı və iqtisadiyyatı Hind-Su müqaviləsi çərçivəsində Pakistana məxsus olan çaylardan asılıdır. Bu addım Hindistanın beynəlxalq müqavilələrə hörmətsizliyini göstərir. Hindistanın sudan silah, terror kimi istifadə etməsi Pakistana aşkar hücum deməkdir. Dehlinin müqaviləni birtərəfli qaydada dayandırmasını İslamabad müharibə hərəkəti olaraq qiymətləndirib və beynəlxalq hüquq çərçivəsində haqqını müdafiə edəcəyini bildirib. Pakistan heç vaxt Hindistanı aqressiv mövqe və hərəkətlərlə təhdid etməyib. Bununla belə rəsmi İslamabadın sülh istəyi zəiflik kimi qəbul edilməməlidir.